olacaq da kim Şey, istəsə baxar. aha, 108'e. A ve B ədədlərinin ortaq olmayan sadə vuruqlarının hasili. Ortaq olmayan nədir? C-dir. Və hasili 12'dir. EBOB AB də bərabərdir 18'e. A plus B cəminin ən kiçik qiymətini, ƏKG-sini tapın deyir. C nədir? Burada ortaq olmayanlar nədir? A ilə B deyilmi? C A ilə Bəli. B-nin nəyinə bərabərdir? Yox, bizə deyil. İndi burada heç nə verilməyib bizə. Heç nə almaq olmur. Deməli, EBOB 18'e bərabərsə, deməli ortaqlar burada nədir? 18'dir da. Deməli, A neçədir? 18x-dir. B neçədir? 18y-dir. Baxın, EBOB 18 x 18y hesablayanda ortaqlar neçədir müəllimlər? 18 EBOB x y qalmırmı? Hə? Bəli. 18 x y qalır. İndi bu da deyir ki, EBOB 18'e bərabərdir da, EBOB 18'e bərabərdir da. X y-də ortaq olmayan nədir? Sadə vuruqların hasili. Deməli, x y neçədir müəllimlər? C ortaq olmayan 12. nədir? C-dir. Ortaq olmayan vuruqların hasilidir 12'dir. Yəni C 12'dir. Ortaq olmayanlarım da burada nədir? X ilə Y-dir. X ilə Y nəyə bərabərdir? 12'ye. Hə? Başa düşdünüz bu hissəni? İndi A plus B-ni soruşur. A neçədir? 18x-dir. B neçədir? 18y-dir. 18'ləri çıxartdım. Nə qaldı? X plus Y qaldı. Müəllim, X plus Y-i bilmirik. C nəyə bərabərdir? 12'ye. 12 nədir? X plusun Y-dir. 12'nin ən kiçiyidir. Ən kiçik. Ən kiçik 6 vurulsun 2'dir. Bir də 4 vurulsun 3'dür. Ən kiçiyi neçədir? 4 ilə 3'dür. X-in 4, Y-in 3. Cəmi neçə elədi? 7 eləmədi mi? Bu da neçə oldu? 18 də 126 olmadı mı? Başa düşdünüz müəllimlər bunu da? Keçin mi o birisi suala? Aha. Bəli. Nömrə keçəyin 109'a. EBOB 4n'in kvadratı plus 6n 4n'in kvadratı plus 10n bərabərdir 12 olarsa EKOB n kvadratı plus n kvadratı plus 4n bərabərdir suala. Müəllimlər, bunlar cüt ədədlərdir. 2n'ləri mötərizə xaricinə verirəm. 2n plus nə qalır? 3 qalırmı? 2n'ləri mötərizə xaricinə verirəm. 2n plus nə qalır? 5 qalır. EBOB nə deməkdir? Ortaqları götürmək demək deyilmi? Eyniləri. Nəyə bərabərdir? 12'ye. Vurmaq aşağıda nə olur? Bölmə olurmu? N nəyə bərabər olur müəllimlər? 6'ya. 6 olur. N 6 olursa, gətirib burada yerinə qoyuram. EKOB n kvadratı plus n kvadratı plus 4n. N'lərin yerinə 6 qoyaq. EKOB n kvadratı 36, 36'nın üstünə. Gəlirəm 6, eləyir 42. Elə? Bəli. Sonra 6 Aha. 36, bu da eləyir 24, bu da eləyir 60. 60. Oldu mu belə? Sonra indi nə edəcəyik? EKOB-unu tapaq. 42 ilə 60'ı. 6 vur 7, 6 vur 10. 6'ları çıxartdım. EKOB 7 ilə nə qaldı? 10 qaldı. 7 ilə 10 da 7 ilə 10 da qarşılıqlı sadədir, hasili olur. Qabaqda bir dənə də 6 var, olur 420. Oldu hansı variant? Y variantı. Sonra keçən nömrə neçəyə? 110'a. A bərabərdir 4 vurulsun 3 üstü 2n.
B bərabərdir 18 üstü n plus 1. EBOB AB bərabərdir 324 olarsa, B-nin natural bölənlərinin sayını soruşur bizdən. Bu nədir sadədətlər şəklində? 2-nin kvadratı 3 üstü 2n deyilmi? Bu da 3-ün kvadratı, bax, belə yazım aydın şəkildə ki, başa düşəsiniz. 9 vurulsun 2 deyilmi 18? Bu da üstü nədir? N plus 1'dir. 9 da nədir? 3'ün kvadratıdır da sadədə şəklində. Bu da 3 üstü buna vurun. 2 n plus 1 vurulsun 2 n plus 1. Bu da 2 n plus 2 elədi mi? Hə müəllimlər? 2 n plus 2 elədi. İndi EBOB-da gətirib yerinə qoyuruq. EBOB A nəyə bərabərdir? 2'nin kvadratı 3 üstü 2'nə. B nəyə bərabərdir? 3 üstü 2 vurulsun. Bu vurulanda üstlər nə olur? Toplanılır. 3'ün kvadratı kimi yaza bilərəmmi? Vurulanda nə olub? Üstlər toplanılıb. 2 üstü n vurulsun 2 kimi yaza bilərəmmi bunu da? Yəni vurulub ki, üstlər nə olub? Toplanılıb. Deməli, EBOB-da nə götürülür? Ən azı EBOB-da hər ikisində olan götürülür. Eynilər. Hər ikisində olan nədir? 3 üstü 2'dir. Bu da bərabərdir 324'dür. 3 üstü 2 deyilmi? Müəllimlər. EBOB eyniləri nə edirik? Götürürük. Eyniləri götürməkdən əlavə EBOB-da nə olur? Bir o birisinə bölünürsə, onda nəyə götürürük? Ən azı götürürük. Məsələn, 2'nin kvadratı 2'yə bölünür. Onda nəyə götürürük? Ən azı götürürük də. Aha. Bərabərdir. Neçə yazıram? Sonra nə bölünür? 3'ün kvadratı da 3 üstü 2'nə bölünür. Aha. Bərabərdir. Neçə düşür? 324 düşür. Bircə dəqiqə. Natural bölənləri sayını tapın. 324 olursa 2 yolu var bunun. 3 üstü 2 bərabərdir. 1, 6, 162 elədi. 162 elədi. Gəlin bunu ən yaxşısı özümüzü çətinə salmayaq. Özümüzü çətinə salmayaq. Niyə belə eləyək ki? Niyə belə eləyək ki? A neçədir? 2'nin kvadratı 3 üstü 2. B neçədir? 3 üstü 2 vurulsun 3'ün kvadratı 2 üstü n vurulsun 2'dir. Bərabərdir. 324'ü də sadə vuruqlara ayırın. 2, 1, 162, 2, 81, 3, 2, 27, 3, 9, 3, 3, 3, 1. 2'nin kvadratı vurulsun 3 üstü neçə oldu? 1, 2, 3, 4. 3 üstü 4 oldu mu müəllimlər? N buradan nəyə bərabərdir? N buradan nəyə bərabərdir? İndi deyəcəksiniz müəllimlər, bax, EBOB verilib. Görün, ən asan yolu budur. EBOB-da ən kiçiklər götürülmürmü? Ən kiçiklər götürülür. İndi 2n 4'ə bərabərdir. Üstlərin üstündə nə var? 2n var. 3'ün üstündə nə var? 4 var. 3 üstü 2 nəyə bərabərdir? 3 üstü 4'ə. Üstlər bir-birinə bərabərdir. 2n bərabərdir 4'ə. N bərabər 4 bölünsün 2 neçə tapdım enə? 2 tapdın mı? Və yaxud 2'nin kvadratı 2 üstü n. N nəyə bərabərdir? 2'yə bərabər deyilmi? N 2'dirsə, bizdə də B-nin natural bölənlərinin sayını soruşur. B-nin natural bölənləri hansıdır? N 2 tapdıq. B-nin natural bölənləri hansıdır müəllimlər? Yanın qoyun silin bunu. Bu deyilmi? N-ə nə tapdıq? 2 tapdıq.
3, 2 vurulsun 2 plus 2, 2 üstü 2 plus 1. 3 üstü 6, 2 üstü neçə oldu? 3 oldu. Natural bölənlərdə 7 vurulsun 4 neçə oldu? Üstlərinə 1 gəlirik də natural bölən. 28 oldu. 324-ü heç nə sadə vuruqlara ayırırsınız. Üstləri də bir-birinə bərabər eləyirsiniz. Məsələn, 2 üstü burada 2n var. Burada da 2 üstü 4 var. Bu 2n'i 4'e bərabər etsin. Çünki əsaslar bir-birinə bərabər olanda üstlər də bir-birinə nə olur? Bərabər olur. Heç nə. 7-ci sinif yoludur bu da. Başa düşdünüz müəllimlər? Bəli. Aha, indi keçək nömrə neçəyə? 111-ə. Nömrə 111-ə. A bərabərdir 24 üstü n. B bərabərdir 6 üstü n plus 1. Əkop. A, B bərabərdir 1700 neçəyə? 28 olarsa, sadə vuruqlarının sayını deyir tapın. 24 4 vurulsun 6 üstü neçədir? N'dir. Bu da sadə də şəklində 2-nin kvadratıdır. Bu da 2 üstü 2n, n də həm də buna aiddir 6 üstü n'dir. 6 da 2 vurulsun 3 üstü n plus 1'dir. 2 bu hem 2'ye aittir n plus 1, hem 3'e aittir. Mötərizənin içindəkilərin hamısına nədir? Aittir. Müəllim, burada 6 sadə ədəd deyil. Onda 2 üstü n, 2 vurulsun ne yazacağım? 3 yazacağım mı? 2 üstü n, 3 üstü n oldu mu müəllimlər? İndi bu ikilər əsaslar eynidir. Üstlər toplanılır. 2 üstü 2n, 3 üstü n oldu mu? 2n olmalıdır. Bax, 2'nin kvadratı vurulsun 6 üstü n eləmişsiniz. Orada 2'nin üstü 2n olmalıdır birincidə. Ha. Bəli. 2n. Bəli. Onda 3n olur da. Elə. İndi gəlin bunu siləyim. Bunun yerinə nə yazağım? Düzmü yazdıq? Heç yerdə səhv eləmədik ki. 2 üstü 3n yazağım. 2 üstü 3n, 3 üstü n. Aha. Yazdıq mı bunu belə? Bu neçədir? 2 üstü n vurulsun 2, vurulsun 3 üstü n, vurulsun 3 deyil mi? Elə budur da. Bir də nə edirik belə yazıb. Всё. Bu da budur. Qutardı getdi. İndi 1728'i sadə vuruqlara ayırıram. İndi A-nın yerinə nə qoyacağım? 2 üstü 3n vurulsun 3 üstü n. B-nin yerinə də 2 üstü n plus 1 vurulsun 3 üstü n plus 1. Bəs bu da sadə vuruqlar şəklində deyil axı. Sadə vuruqlara ayıranda neçə olur? 2'ye böləndə 864, 2'ye böləndə 432, 2'ye böləndə 216, 2'ye böləndə 108, 2'ye böləndə 54, 2'ye böləndə 20, 14, 27, 3'e böləndə 9, 3, 3'də bir dəfə. Bu neçədir? 1, 2, 3, 4, 5, 6. 2 üstü neçə oldu müəllimlər? 6 oldu. Bu da 1, 2, 3. 3'ün nəyi oldu müəllimlər? Kvadratı oldu mu? Всё. Kubuya müəllimə deyəsən orada kubuydu. 3'ün kubu olmalıydı müəllim. Hə, Bəli. eləmi? 3 dənə idi. 3 dənə idi dəqiq. Bəli, bəli. Hə. 3'ün kubu. Düz. İndi bizdə 2 üstü 3'ni nəyə bərabər eləyəcəm? 2 üstü 6'ya. Əsaslar eynidir. Üstlər nə olur? Bir-birinə bərabər olur. N nəyə bərabər? Vurmadız aşağıda bölümü oldu mu? Aha. İndi bəs yaxşı. 3 üstü n'im neçə oldu? 2 oldu mu?
Müəllimlər, bizdə də B ədədinin birlikdə sadə vuruq A və B ədədlərinin birlikdə sadə vuruqlarının sayını soruşur. N neçəyə bərabər oldu? 2-yə bərabər oldu. Gətirək indi B-də yerinə qoyaq. B-də yerinə qoyaq. 2 üstü 2 plus 1 3, 2 plus 1 3 üstü 3. Bunun da sadə vuruqlarının sayını soruşur. Bu 6 dənə oldu. İndi buna qoyaq. 2 üstü 3 vurulsun 2 6, 3 üstü 2. Bu da 8 dənə oldu. Cəmi sadə vuruqlarının sayını tapın. A və B-nin birlikdə. Birlikdə nədir? 6 ilə nəyi toplayacağıq? 8-i toplayacağıq. Neçə eləyir? 14 eləmirmi? Olur hansı variant? D variantı. Başa düşdünüz bunu da müəllimlər? Hə? Bəli. Aha. Bəli, bəli, bəli. Nömrə keçək neçəyə? 112-yə. A və B natural ədədləri AB bərabərdir neçə verib? 180 veribdir. İndi əbub AB nəyə bərabərdir? 3-ə bərabərdir. A plus B cəminin ən kiçik qiymətini, yəni ƏKG-sini deyir tapın. AB nəyə bərabərdir? 180-ə. Ortaq olanlarım neçədir? Əbobum 3'lərdir. 3x-la 3y deyəcəmmi? A nəyə bərabər oldu? 3x-a. B nəyə bərabər oldu? 3y-ə. İndi bizdən də A plus B-ni soruşur. 3x-la 3y-in nəyini tapacam? Cəmini. 3'ləri çıxartdım. Nə qaldı müəllimlər? X plus y qalmadı mı? İndi A vurulsun B. A neçədir? 3x-dir. B neçədir müəllimlər? 3y deyilmi? Bərabərdir. Neçə olur? 9xy bərabərdir. Neçə olur? 20 qaldı mı? Xy nəyə bərabər oldu? 20-yə. Ən kiçik qiymət 4 vurulsun 5-dir, 10 vurulsun 2-dir, 20 vurulsun 1-dir. Ən kiçik qiymətim 4 ilə 5-dir. X-im 4, Y-im 5, elədi 3 vurulsun 9. Nəyə bərabər oldu? 27-yə nə oldu? Bərabər oldu. Keçinmi yenə? Nömrə neçəyə keçəyin? 113-ə. Ardıcıl natural ədədlərin əkub AB neçə dənə testdir bu? 150 dənə testdir. Nömrə keçəyin 113-ə. Əkub A faktorial, B faktorial bölünsün. Əbub A faktorial, B faktorial bərabərdir 6. Olarsa A plus B cəmini tapın. Artan sıra ilə verilmiş. Artan sıra deyirsə 5-dən sonra nə gəlir? 6 gəlir. Deməli A B-dən nədir? Kiçikdir. Deməli A və B necə ədədlərdir? Artan sıra deyir. Ardıcıl ədədlərdir. Ardıcıl ədədlərdir. Deməli, ardıcıl ədədlər isə buna 5 faktorial, buna 6 faktorial verək. Hə, müəllimlər? İndi elədirmi? Aha, elədir. Ardıcıl ədədlər olduğuna görə əkobda nəyi götürürük? Ən böyüyü götürürük. Əbobda da nəyi götürürük? Ən kiçiyi götürürük. İndi 6 faktorial B6-ya bu. Deməli A nəyə bərabərdir? 5-ə. B də nəyə bərabərdir? 6-ya. Və bunların cəmini soruşur. Bizə nəyə bərabər olub?
Bizdə nəyə bərabər olub? 11-ə. Niyə belə 5 ilə 6-nı götürdüm iminni? Deyim, izah eləyim onu. Çünki burada 6-ya bərabərdir deyir. 6 faktoriyalı 5 faktorial vurulsun 6 kimi yazılır. Gələcəkdə keçəcəm onu 11-ci sinifdə. 5 faktorial gedəcək, 6-lar qalacaq. Fikirləşməlisiniz ki, 6 var içində. Ardıcıl ədəddirsə 6-dan qabaqdır. Deməli 5-dir. 5 ilə 6-nın da cəmini soruşur. Siz belə başa düşün. Faktoriallara keçməyin heç. Məntiqlə keçdik. Aha. Nömrə keçək neçəyə? 114-ə. A və B ardıcıl cüt ədədlər olarsa, ardıcıl cüt ədədlər neçədir? Bizə veribmi? Verməyibdir. Neçə götürək müəllimlər? Ardıcıl cüt ədədlər 2-in götürüb 2-in plus 2 götürə bilərəmmi? Bəli. 4 vurulsun əkub A neçədir? 2-indir. B neçədir? 2-in plus 2-dir. 3 vurulsun əbub A neçədir? 2-indir. B neçədir? 2-in plus 2-dir. Və bizə deyir ki, ifadəsinin qiymətini tapın deyir. Bərabər eləyirəm bunu. 4 vurulsun. 2-lər hər ikisində var. Ortaq vuruq çıxardanda burada nə qalır? 4 vurulsun 2 qalır. Əkub nə qalır? N-lə N plus 1 qaldı mı? Burada 2-ləri çıxartdım. N-lə nə qaldı? N plus 1 qaldı. Üstə gələk. 3 çıxdı. 2-ləri çıxartdım. Bu 2-dir. Bu 2 plus 1-dir. 2-ləri mötərizə xaricinə çıxardanda. 2-lər ortaqdır, çıxdı. Əbub nə qaldı? N-lə N plus 1 qaldı. Bərabər eləyirəm. Bərabər eləyirəm. 4 vuraq 2, 8. Əkub nə qalır? N-lə N plus 1. 3 vuraq 2, 6. Əbub nə qaldı? N-lə N plus 1. Bərabər eləyirəm. N-lə N plus 1 necə ədədlərdir müəllimlər? Ardıcıl. Ardıcıl gələn ədədləri bir-birinin hasilinə bərabər deyilmi? Bu da əbubu da 1-ə bərabərdir. 6 vurulsun 1 bərabərdir 8N. N plus 1 plus 6 qaldı. Bunu da açağın. 8N'in kvadratı plus 8N'i nə vururam? 8N'i 1-ə vururam. Üzərinə 6 gəlirəm. Və buradan da 2-ləri mötərizə xaricinə çıxardıram. 4N kvadratı plus 4N plus 3 qaldı mı? Aha. Deməli, burada necə eləyəcəyik indi? Burada necə eləyəcəyik? AB ilə verib. İndi bərabərdir. Bərabərdir. Deməli, bu 4N kvadratı plus 4N plus 3 nəyin açışıdır? 2N'i 2N plus 1-ə vuranda bunu eləmirmi? Hə, müəllimlər? Bax, 4N kvadratı plus 2N plus 3. Qabaqda da bir dənə 2 var, oldu 6. Yəni ki, bunu qoy görüm qısa yolundan necə izah eləyim. Baxın, burada 2 4N kvadratı plus 4N elə bunların nəyidir? Hasili deyilmi? Baxın, 4N kvadratı plus nə oldu? Bunların hasilidir. Yəni hasilidirsə, A ilə B-nin nəyidir?
hasilidir. Plus neçədir? 3-dür. Yəni əvəzləmə apar deyir. Tez başa qayıtmalısınız. Əvəzləmə veribsə AB-ni hardan aldıq? AB buradaydı da. 2AB plus 6 olurmu? Bunu da buna vuranda 2AB, bunu da 3'ə vuranda neçə oldu? 6 oldu. Oldu hansı variant? B variantı. Yəni biraz diqqətli olmalısınız. Fikirləşirsiniz ki, bu heç nəyin açılışı deyil. Heç nəyin açılışı deyilsə, deməli A ilə B-ni bir-birinə vuranda olur da bu. Elə müəllimlər. Yəni ki, belə. Biraz çətin. Çətin gəldi. Tamam. Əvəzləmə aparırsınız. Bax, fikirləşirsiniz ki, məsələn, dayanın bircə dəqiqə. Baxın. Bax, bu nəyin açılışıdır? Heç nəyin. Düz deyilmi, müəllimlər? Baxırsınız ki, cavablara, tez cavablara elə atırsınız. AB verib, AB verib, AB verib. Deməli, başa qayıtmalıyam. A ilə B-ni bir-birinə vuranda 4-in kvadratı plus 4-in eləyir. Deməli, bu A vurulsun nədir? B-dir. Üzərinə neçə gəlirəm? 3 gəlirəm. 2AB üstə gəlinsin neçədir bu da? 6-dır. Vəssalam. Başa düşdünüz, müəllimlər? Bəli. Aha, vəssalam. Məncə bu qədər bəs eləyər. İndi neçə kimi işlədik biz? 100-dən neçə kimi? 114-ə kimi. Lap çətinləşdirilmişlərdi. 100-dən 114-ə kimi işlədik. Eləmi? Çox az işləmişik. Bunlar elə bil yavaş-yavaş izah eləyirəm ki, bunlar çətinləşdirilmişdi.